Alimlər sübut edib ki, övladı çox olan insanlar subaylara nisbətən daha uzun ömürlü və sağlam olur. Bunu isə onların emosional olaraq daha dolğun yaşamağına bağlayırlar. Məsələ ilə bağlı cərrah oftalmoloq Leyla Kazımova danışıb. Baxaq görək necə olur ki, övladı çox olanlar daha sağlam və uzun ömürlü olur. Sponsor Saf Hospital. Əlbəttə, bu dünyada yaşamaq üçün insanın bir məqsədi olmalıdır, insanın bir səbəbi olmalıdır. İnsan səhər tezdən duranda o məsuliyyət hissini hiss etməlidir ki, mən kimi üçün, nə etməliyəm, nə cür etməliyəm. Bu insanın hər hansı bir xəstəlikdən sağalmağına da əlbəttə kömək edir. Bəzi analar, mən xəstələnə bilmərəm, çox yata bilmərəm, mən buna haqqım yoxdur, filan işləri bəs kimlər edəcək? Bunu daha çox biz müəllimlərdə müşahidə edirik. Fikir vermisinizsə, orta məktəb müəllimləri, universitet müəllimləri gec qocalırlar. Nə gözəl belədir, amma bu cürdür. Burada da altda yatan bir səbəb var. Mən düşünürəm ki, bu dediyiniz alimlər də çox gözəl bunu qeyd edib və sübut edib ki, daima beyin işlədirlər, daima bir disiplində yaşayırlar, bir səliqə səhmanda, eyni zaman durmaq, eyni vaxtda qidalanmaq, hər gün mütaliə etmək, hər gün o beynin sinirlərini düşündürmək, sevgi içində yaşamaq, axı biliyi paylaşmaq bir sevgidir, xoş bir şeyi, həyat bacarığını, həyatda əldə etdiyi nailiyyətləri kiminsə də paylaşmaq, əlbəttə bu özü bir xoşbəxtlikdir, bir sağlamlıqdır.